Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün Şəhidin Səsi proqramında vətən uğrunda canından keçmiş bir igidin, Əsədov Səbuhi Azəroğlunun həyat yoluna işıq saldıq. O, vətənin hər qarış torpağını canı bahasına qorudu, şəhidliyi ilə igidliyin və fədakarlığın nə demək olduğunu bizə bir daha göstərdi. O, təkcə bir ailənin deyil, bütün Azərbaycanın fəxrinə çevrildi. Hələ məktəb illərindən bütün hərbi tədbirlərdə həvəslə iştirak edən Səbuhi belə tədbirlərin birində vaxt gələcək Qarabağı özüm alacam demişdi. Uşaqlıqda söylediyi bu cümlə sonradan onun həyatında əbədi iz buraxan şəhidlik yoluna çevrildi. Bugün onun adı minlərlə vətənsevər üçün qəhrəmanlıq nümunəsinə çevrilib. Gəlin şəhidimizin həyatı ilə bağlı hazırlanmış video çarxı izləyək və onunla bağlı yaddaşlardan silinməyən xatirələri bərabər dinləyək. Əsədov Səbuhi Azəroğlu 1999-cu il yanvar ayının 19-unda Bakı şəhərinin Suraxanı rayonunda dünyaya göz açıb. Əsədovlar ailəsinin son beşiyi, 3 bacının bir qardaşı, nəslin sevimlisi olub. Səbuhi 2005-ci ildə 85 nömrəli məktəbin 1-ci sinifinə daxil olub. Məktəb illərində Yunan-Roma güləşi ilə məşğul olub. Məşğul olduğu bu idman növü üzrə çoxlu sayda diplomları, fəxri fərmanları, birincilikləri vardır. Məktəb illərində məktəbdə keçirilən bütün hərbi tədbirlərdə canla başla iştirak etmişdir. Hətta tədbirlərin birində sinif rəhbərinə vaxt gələcək Qarabağı özüm alacam demişdir. Səbuhidə olan vətən eşqi, vətən sevgisi məktəb illərindən bəlli idi. 2016-cı ildə 85 nömrəli məktəbi müəllimlərinin və məktəb yoldaşlarının sevgisini qazanaraq başa vurur. 2019-cu il iyul ayında çox böyük sevinç və qürur hissi ilə hərbiyə yollanır. Bu ərəfələrdə sosial şəbəkələrin birində kaş ki, Qarabağın düz ortasına Azərbaycan bayrağını assam yazmışdı. Hərbi xidmətdə öz istəyi və arzusu ilə kəşfiyyat bölüyünə könüllü olaraq yazılmışdır. And içmə mərasimində fəal iştirak etmiş, fəxri fərmanla təltif olunmuşdur. Hərbi xidmətdə ikən əsgər yoldaşlarının, komandirlərinin sevgisini və hörmətini qazanmışdır. Səbuhi hərbi xidmətdə ikən 27 sentyabr 2-ci Qarabağ müharibəsi başlayır. Səbuhi Mingəçevirdə qulluq etməyinə baxmayaraq öz istəyi ilə könüllü olaraq Tərtərə yollanır. Tərtər, Talış kənd, Çaylı, Suqovuşanın azad olunması uğrunda döyüşlərdə iştirak edir. Tərtərdə ikən həm qohumu, həm də digər bölüyün komandiri ilə qarşılaşır. Ağır döyüşdən çıxdığını, yoldaşlarının çoxunun şəhid olduğunu deyir. Lakin ondan xahiş edir ki, döyüşdə olduğunu ailə üzvlərindən heç kimə deməsin. 3 oktyabrda evə zəng edərək hər şeyin qaydasında olduğunu, dönə-dönə döyüşdə olmadığını bildirir. 8 oktyabr düşmənin Suqovuşana əks hücumunun qarşısını alarkən dostu İdrisov Xəyal gözü önündə şəhid olur. Səbuhinin ürəyi düşmənin yenidən bu əraziləri ələ keçirmək istəyinə dözmür. Həm dostunun, həm də ata-baba yurdu Cəbrayılın qisasını almaq üçün mina atanla düşməni susturur. İlk cəhdində düşmən postunu yerlə yeksan edir. Lakin pusquda duran düşmən snayperi Səbuhini izləyirmiş. Onu sol gözündən nişan alaraq vurur. Səbuhi yerindəcə şəhadətə yüksəlir. Acı xəbər ailəsinə oktyabrın 10-u verilir. Əsədov Səbuhi Azəroğlu 11 oktyabr Bülbülə Şəhidlər Xiyabanında dəfn olunur. Ölümündən sonra vətən uğrunda cəsur döyüşçü və Suqovuşan uğrunda medalları, 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif olunmuşdur. Məkanın cənnət olsun.
Zəhmət olmasa özünüzü təqdim edin. Mən Şəhid Əsədov Səbuhin anası Cahan Aliyəm. Bizə Əsədov Səbuhinin uşaqlıq və gənclik illərindən danışın. Səbuhi 3 bacının bir qardaşı idi. Mənim tək oğul övladım idi. Səbuhi 3 qızdan sonra, 10 ildən sonra Allah bizə onu bəxş elədi. Mənim Səbuhi yeganə oğul övladım idi. Səbuhi çox gözəl, mehriban, gənc bir övlad idi. Səbuhi tək mənim övladım yox. Səbuhi həm mənim qardaşım idi, həm atam idi, həm əmim idi. Səbuhi mənim hər şeyim idi. Dünyada yeganə bir varlığım idi. Mən heç inana bilmirəm ki, mən bu neçə ili, 5 il az qalıb da mən Səbuhisiz yaşayıram. Səbuhisiz mən nəfəs alıram. Onu mən bir dəqiqə, bir an səsini eşitməyəndə elə bilirdim ki, elə bir dünyam yox idi da. Səbuhi uşaqlıqdan da çox mehriban, mərd, gənc uşaq idi. Səbuhi bütün hamının sevgisini qazanmışdı. Səbuhi 2005-də birinci sinifə getdi. Biz də elə Suraxanada 85 nömrəli məktəbdə. Səbuhi ilə məktəbdə də bütün kollektivin sevgisini qazanmışdı. Çox belə qonşularda da mehriban, gülər üz, yəni ki, ondan heç indiyəcən bir insan ondan narazılıq eləyə bilməzdi. Hamının sevgisini qazanmışdı. Səbuhi elə bir ki, bu dünyaya şəhid kimi elə bir gəlmişdi. Nəyə görə deyirəm, Səbuhi çağalığında da hələ bir dəfə mən onun bir inqə səsini eşitmədim. Elə bir ağlayanda kişi kimi ağlayırdı. Səbuhi də uşaq vaxtı. Hərdən yoldaşıma da deyirdim ki, bu uşaqda hələ mən bir dəfə biri çağa səsi eşitmədim. Şəhidlər bu dünyaya gələndə deyir, onlar hiss biliblər ki, şəhid olacaqlar. Elə deyirlər bizə, yəni biz də onlardan təskini səbirə deyir, onlara deyirlər ki, siz məsəl üçün 21 yaşında şəhid olasan, bu dünyaya gəlmək istəyirsən, deyir, onlar öz razılıqları ilə bu dünyaya gəliblər. Hər şeydən bir təskinlik tapırıq. Çünki Səbuhi 6 yaşında elə bir ki, ailənin sevimlisi idi də bir oğlu idi. 6 yaşında nənəsi deyib, onu bacıları deyib, bacısı ilə geyib nənəsi gildə qalırdı. Nənəsi deyib ki, Səbuhi böyüyəndə nə olasın bala? Nənələr sual verir də uşaqlara ki, böyüyəndə nə olasın? Bu deyir ki, şəhid olacam. 6 yaşında uşaq nə bilir ki, şəhidlik nə deməkdir? Mən onların heç birini bilmirdim. Sonradan bacıları onu mənə deyibdi. Əskərə də gedəndə Səbuhi 2 il gec getdi əskərə. Səbuhi idmançı idi, 9 yaşından idmanla məşğul idi. Ondan görə biraz üzündə problem oldu. İdman düşəyindən düşdü. Ona görə 2 il gec getdi əskəriyə. Bacısı da bu Pavliska gəlib, o qədər getdi, üzüm müalicə elədi. Dedi, mən bu dəfə mütləq getməliyəm də. Getdi, Pavliska gələndə bu otaq onun otağıdır. Orada bir də səhər gördüm hala, bir səs gəlirdi. Tez özümü saldım bura, deyirəm, ay bala, nə olub, nədir? Dedi ki, mama, Pavliska gəlib. Bir səvinir, elə bilsən ki, buna nəysə bir vəzifə vermişsən. Mən dedim, bala, Allah yolu açıq eləsin, heç nə demədim. Amma bacısı gəlib bura, indi danışanda bəlkə də deyər, bacısı deyir, baxdım ki, Səbuhi quru qoşunlardır, belə bıcada düşüb, deyir, dedim, qardaş, bəlkə getməyəsən. Deyib ki, bacı, niyə? Bəlkə getdim, şəhid oldum. Bu uşaqda elə bir ki, ancaq qısas hissi idi. Çünki biz özümüz əslən Cəbrayılıyıq, mən təqdim edə bilməm. Bizim də torpağımız işğal altındaydı da. Səbuhi elə bir ki, həmişə o hissinə, intiqam hissi ilə yaşaydı. Babası da elə vətən, torpaq dəyə dünyasını dəyişdi. Həmişə onlara nifrət edirdi, düşmənə. Ona görə bilmirəm, nəysə, mən bəlkə torpaq bəlkə də elə bilirdim ki, düzdür, heç vaxt ümidimi itirmirdim. Bilirdim ki, biz nə vaxtsa o torpaqlara qayıdacağıq. Ancaq mən bilmirdim ki, indi yeri gəndə mənim balam canı qanı baxasın, o torpaqları alınacaq. Mənim balam kimi bütün şəhid balalarımızın. Ancaq yenə də bilirəm ki, torpağımız azaddır. Səbuhi kimi oğullar şəhid olsa da yenə o bizim 30 illik torpaq həsrətimizə son qoydular.
Həmişə yuxularda görürdüm ki, getmişəm torpağımıza. Deyirdim, Allah, kəş elə bir göyərçin olardım, gedib pəncərədən baxardım, evimizə görərdim nə var, nə tərdi. Deyirdim, xiyalın gedəcəm, dizin sürünüb o torpaqlara gedəcəm. Bəlkə onlar bunun yanında danışmışdım ona görə də onda laf da o düşmənə nifrət hissi oyanmışdı. Həmişə özü də çox vətənpərvər oğlu idi, çox. Elə bir ki, heç vaxt o öz Cəbrayıllı olduğunu, məsələn, Səbuhi 99-da Bakıda anadan olub da, onda heç Cəbrayıl görməyib. Ancaq Cəbrayıl görməsə də həmişə elə bir oranı görmüş kimi idi. Həmişə oranı hissi ilə elə bir yaşayırdı, oranı görmək hissi ilə yaşayırdı. Səbuhi müharibədə elə bir ki, əskər idi, Obski gəldim. Yanvarda Obski gəldi, 1 il 6 ay keçəndən sonra. Obski gəldi, yenə də onu belə mənə sürpriz elədilər, gəldi. Mən bilmirdim ki, müharibə olacaq. Heç, bəlkə də o özü bilirdi, hiss eləyirmişlər onlar. Çünki onun komandiri də deyir ki, Səbuhi'də elə bir ki, qabaqdan görmə hissi var idi. Elə bir ki, bəlkə də bilirmiş. Çünki əskərə gedəndə onun istədiyi qız var idi. İndi oradakı göyərçin var, onu da sonra deyərəm sizə. İki istədiyi qız var idi, onlar çox bir-birini istəyirdi. Deyirdim, Səbuhi bizə görə gəlməsə də bəlkə ona görə gələr, biri ilə bir-birini istəyir. Dedi ki, gedəndə dedim, əskərə gedəndə Səbuhi bəlkə sana nişan verin bala. Dedi ki, heç nə demədi, əmisi gilə gedirdik, qaydanda dedi ki, mama o dediyi düz deyirsən. Dedim hə bala, düz deyirəm. Dedi ki, gedib qıza deyib ki, mən sana nişan verirəm, ben birdən gedərim, başıma bir iş gələr. Deməli, o hiss eləyirmiş ki, nəysə olacaq da. Deyir, gedərəm, birdən başıma bir iş gələr, sənin adı niyə çıxardın? Nişan vermədi, getdi əskəri, ancaq həqiqətən də onlar elə bir, deyəmi, bəlkə də Leyli Məcnun heç biri elə bir-birini istəməzdi, bir-birini istəyirdilər. Mənim də arzum idi, deyirdim, gələr əskərlikdən. Toyun eləyərəm, 3 bacısı vardı. Bacıların hamısını köçürmüşdüm. Bir ondan təskinlik tapıram ki, heç olmasa bacıların toyun gördü Səbuhi. Bacıların ballarını da gördü. Belə indi onu deyim, birə də elə bir Obski getdi. O həmişə gedirdik də yanına. Sonra bu mənə yersə bir də korona düşdü. Görə bilmədik onu. Gedə bilmədik yanına. Bir ayla 2 ara, sonra da müharibə başladı. Elə telefonlarla tez-tez danışırdıq, eləyirdik, ancaq telefonla danışırdı. Müharibəyə getdiyim mən bilmədim, bizə demədi müharibəyə getdiyi. Heç həqiqətən də yola çıxıram, hamı deyir ki, Səbuhi harda əskərlikdədir, Səbuhi harda, deyirəm Mingəçevirdə. Səbuhi Mingəçevirdə əskər. Əvvəl Ballıqaya dedi, sonra Mingəçevirə düşdü. Deyirəm Mingəçevirdə, elə bilirəm hamını aparırlar, bir dənə onları saxlayıblar. Belə günlərimizi keçiririk, gedir. Bir dəfə də elə bir oktyabrın 3-ü mən balaca qızımın uşağı oldu, oğul oldu. Mənim telefonumda ondadır. Səbuhi zəngeli, zəngeli. Ancaq bacısı götürüb deyə belə deyib. Bəs o sevinib ki, dayı olubdu da. Hüseyin adlı bir balamız gəldi dünyaya. Gedib orada bacısını təbrik edib, orada hələ onda müharibəyə gitməmişlər, çastıydılar. 23 olub. Biraz konfeti varmış, aparıb yoldaşlarına paylayıb ki, dayı olmuşam. Orada da deyir ki, 2 oğul dayı, indi onun öz səhifəsi var, orada yazıb ki, 2 oğul dayısı olmuşam. Bacılarına birinin bir oğlu var, birində biri. Ondan sonra yenə də müharibəyə 27'si bizim xəbərimiz olmadı. Bir dənə oktyabrın elə bir ki, 3'ü zəng elədi bizə, onda da balacanın elə bir 10 günlüyüydü. Nəysə, heç inanırsan, deyir, onlar oktyabrın 3'ü ağır döyüşdən çıxıblar. 300 nəfər gediblər, 110 nəfər qayıdıblar. Onda o boyda ağır döyüşdən çıxıb, amma elə danışırdı ki, mən onu istəyəmirdim ki, o döyüşdə olduğunu. Deyirdi ki, mən elə yerimdiyəm də orada. Bacılar da nə qədər xalit dedilər də, yenə də şey eləmədi. Atası buna Səbuhi ant verib ki, Səbuhi hardasan bala? Yəni müharibə zonadırsan, yoxsa çatsasan. Baba atasına yalan danışmayıb, amma deyib ki, ata komandirimiz gəlir, danışa bilmirəm də. Yəni buna yalan nə deyə bilmir, nə də deyə bilmir ki, şey deyəm. Heç biz bilmədik, yenə də
Oktyabr elə bir ki 8-i Səbuhi şəhid olub, onda imamların 40 günüydü. Onun elə bir gün akşam gördüm ki yuxuda gördüm neyse məni bir dəmir darvazanın arasına qoyub elə sıxırlar, nəfəsim kəsilir. Mən bəlkə də həmin günü elə bir Səbuhi gün ortalar şəhid olubdu. Yenə də bilsəydim bu müharibədədir deyirəm, bəlkə də Allaha yalvarardım, Allah mənim canım al balama dəymə. Yenə də bilmədim, durdum bacımın ağıl elədim. Nə bilim, belə həmin günü keçdi, biz ayın 11 xəbər gəldi, onu akşam işten gələndə gördüm ki, nəysə, elə həmin günü elə bilirəm ki, nəysə gəzirəm, itimişəm, heç özümdə deyiləm də, geriyəndə də bilmirəm hara gedirəm, haradan gəlirəm, heç. Bir də gördüm qapımız möhkəm döyülür, amma gündüzdən bilirmişlər hamı, mən bilmirdim. Gördüm məhkəm döyülür, qapını açdım, gördüm daimi oğludur. Bir de yoldaşım bana soruştu, Azer hardadır? Bunun rengi elə ağarıb dedi. Elə birinci ağzımdan çıxanda dedim, Səbuhiyə nəysə olub. Axı mən bilmirəm Səbuhi. Nəysə dedilər, yaralanıb da Səbuhi gəlməlisiniz, getməlisiniz Ağcəbədiyəm. Belə yoldaşım getdi, yəni həmin gün Allah heç kimə göstərməz. Deyirəm, əgər mənə nəysə bir dənə bir şans versəydilər həmin gün, mən özüm bütün beynimlə həmin gününü silərdim. Səbuhi indi bir də müharibədən də danışım, onun komandiri deyir ki, Səbuhi çox getmə mərd oğlu idi. Deyir, həmin günü deyir, elə bir ki, gedirmiş düşmənin postundan o sursat götürülmüş, yemək götürmüş uşaqlara gətirib verilmiş. Bu şəhid olan günü də elə bir uşaqlar, iki dostu onunla qabaq şəhid olub. Səbuhi deyib ki, komandir, dözə bilməyib də, deyir komandir, ya biz hamımız orada da deyir ki, snayper yağdırmış, mümkün deyilmiş ayağa qalxmaq. Kim ayağa qalxsa şəhid olacaqmış. Səbuhi deyir, komandir, ya biz hamımız şəhid olmalıyıq, ya da bu qumbaranı kimsə erməni tərəf atmalıdır da, bu qumbara da onun heç vəzifəsi deyil. Bu qumbaradan atqaz edib ki, mümkün deyildi, o birini ki, ayağa dursa şəhid olacaq. Ancaq bu komandir deyir, heç mənim əmrimi gözləmədi, deyir, bu qumbaranı durdu, elə bir düşmən tərəfə atdı. Burada toz duman olub, bizimkilər keçiblər hücuma. Ancaq deyir, komandir deyir ki, mən biraz Səbuhidən aralıydım da, deyir. Bir də gördüm ki, Səbuhi, uşaqlar dedi ki, komandir Səbuhi şəhid olub. Snayper onu sol gözündən vurmuşdu. Vuran kimdə elə yerincə də şəhid olmuşdu. Səbuhi o vaxtı oruçdu, həmişə namazdı, uşaq idi, oruç tuturdu. Həmin gündə bir ay elə oruç tutubdu həmin ili. Bəlkə də ona görə də, yəni snayper o qədər uzaqdan gəlib ki, heç bunu çıxmayıb da, deyir, gözündən, sol gözündən girib beynində qalıbdı. Elə həmin anda da şəhid olubdu. Şəhid anası olaraq izləyicilərimizə nələr demək istəyirsiniz? Mən bir şəhid anası olaraq, şəhid Əsədov Səbuhinin anası olaraq bütün şəhidlərimizlə fəxr edirəm. Səbuhi balamla da fəxr edirəm ki, mən elə bir oğlun anasıyam. Düzdür, torpaqları bizim balalarımız almalıydı. Səbuhi kimi oğullar almalıydı. Oğul düşmən çəpərdi. Əgər torpağımız darda olsa, bütün oğullar o torpağı almağa hazırdılar. Yenə də Allaha şükür alnımızı açıq elədilər. Torpaqlarımızı yağı düşməndən xilas elədilər, aldılar. Yenə də fəxr eləyirəm balalarımızla, sizlə də Allah canınızı sağ eləsin ki, gəlmişsiniz, işıqlandırırsınız, şəhidlərimizin unudulmağa qoymursunuz. Allah sizin kimi və gənclər də var eləsin. Yaxşı ki, siz də varsınız, şəhidlərimizi yaşadırsınız. Var olun. Bütün şəhid balalarımızın ruhu şad, yeri cənnət olsun. Zəhmət olmasa özünüzü təqdim edin. Səbuhinin böyük bacısı Vüsalə. Bizə Əsədov Səbuhi ilə bağlı xatirələriniz bölüşün. Mən Səbuhi haqqında nə deyə bilərəm? Əslində, mən Səbuhidən 10 yaş böyüyəm. Yəni, daha çox onu övladım kimi. Yəni, necə deyim, balaca olanda mən böyük qız idim də. O mənim qucağımda böyüyübdür. Səbuhi haqqında danışmaq çox çətindir. Səbuhi balacalıqdan uşaq kimi deyildi. Yəni, kişi kimi idi. Yəni, o körpə belə olanda elə bilirdim ki, böyük bir kişidir. Məktəb vaxtından hər şeyi dərk eləyən, başa düşən, qonşuların sevimlisi. Yəni, o elə, onun öz təbiəti idi. Onu heç kim elə böyütmürdü ki, sən kişi kimi olmalısan, belə eləməlisən. Onun daxilindən gəlirdi.
daxilindən vətənpərvərlik, kişilik, yəni o balaca olanda belə hiss edirdin ki, bu uşaq nəsə başqa uşaqlar kimi deyil. Onda xüsusi nəsə bir şey var. Yəqin ki, elə bu da Səbuhini digər uşaqlardan, digər şəxslərdən fərqləndirən xüsusiyyəti idi ki, onun mərdliyi, kişiliyi, vətənpərvərliyi ruhunda. Sonuncu dəfə qardaşınızdan nə vaxt danışdınız və nələrdən danışdınız? Hər kəsin bildiyi kimi sentyabrın 27-sində 44 günlük müharibə başladı. Həmin müharibə dövründə də qardaşım əsgərlikdə idi. Təbii ki, həm əsgərliyə, həm müharibəyə gedən bütün əsgərlərin yaxınları kimi də biz də narahat idik. Səbuhidən xəbər ala bilmirdik. Hərbi çasdan xəbər heç kimdən, hərbi hissədən heç kimdən xəbər ala bilmirdik. Oktyabrın 2-si günorta saatlarında mamamgildə idik. Səbuhi zəng elədi. Və təbii ki, biz hamımız sevindik ki, Səbuhinin səsini eşitdik. Hamı ilə danışandan sonra telefonla mənə gəldi, mən danışdım. Həmin vaxtlarda bilirdik ki, yəni orada kimləsə danışırsansa məlumat almaq olmaz. Çünki telefon dinlənilir, onların yeri müəyyən oluna bilər. İstədim üstü örtülü soruşam ki, görüm Mingəçevirdədir, yoxsa Tərtərdə. Bizdə olan məlumata görə Mingəçevirdəki əsgərləri Tərtərə aparmışdılar. Dedim ki, dedi, qaqaş, mırdasan yoxsa tırda? O da gülə-gülə mənə dedi ki, yox, İstanbuldayam. Mən də dedim, yəqin zarafat edir. Dedi, yox, narahat olma, Mingəçevirdəyəm. Nəsə belə danışdıq. Amma heç də bu həqiqətən İstanbul demədi, İstanbul dedi. Su qovuşandaymış. Bəlkə də o, nə bilim, demək istəyirmiş harada olduğun, amma o da bilirdi ki, məlumat vermək olmaz. Bunu Səbuhi şəhid olandan sonra istər-istəməz danışdıqları və təhlil edəndə deyirəm ki, mən ona soruşdum da, yəni Türkiyə dövlətin adları ilə, Mingəçevir ilə Tərtəri soruşmağa çalışdım. O da mənə İstanbul demədi, İstanbul dedi. Bəlkə də həmin moment S hərfinin adının ağlına bir şey gəlməyib, elə bir parol istifadə elədi. Şəhid onda bildik ki, Səbuhi su qovuşandaymış. Su qovuşan azadlıq uğrunda bir neçə dəfə döyüşlərə qoşulub. Oktyabrın 8-i də su qovuşan əks hücumun qarşısını alanda şəhid olub. Əsədov Səbuhi dayı kimi necə bir insan idi? Müsahibənin əvvəlində də qeyd elədiyim kimi, mən evin böyüyü, Səbuhi isə son beşiyimizdir. Ona görə mən ailə həyatı quranda artıq Səbuhinin təxmini 10 yaşı var idi də, belə deyim. Mənim oğlum da ailəmizin ilk oğul nəvəsidir. Səbuhi mənim oğluma deyirdi qardaş payım. Çünki 3 bacının bir qardaşı idi Səbuhi, qardaşı yox idi. Ona görə də ilk oğlan uşağı da mənim oğlum olduğu üçün ona qardaş payım deyirdi. Mənim oğlum da onunla nəfəs alırdı. Çox narahat idi Səbuhi əsgərlikdə olanda. Birinci sinifdə oxuyurdu, düzdür. Səbuhi şəhid olanda oğlum müəllimə zəng elədi ki, bəs qaqaş necə olacaq da, o dayısı ilə nəfəs alırdı. Hər gün soruşurdu, hər gün. Mama, dayım nə vaxt gələcək? Dayım niyə gəlmədi? Biz onların münasibəti elə idi ki, yəni əsl dayı balı idi da, yəni onu görmək lazımdır. Onu sözlə ifadə eləmək olmaz. Yəni oğlum onunla nəfəs alırdı. Bir xeyli özünə gəlmədi də. Yəni indi uşaq deyil, birinci sinifdə oxuyan uşaq nəsə böyük bir şey gözləmək olmaz. Amma yəni nə unutmur, artıq 5 il keçib, həmişə soruşur ki, niyə dayım da, niyə dayım şəhid oldu, niyə dayım əsgər getmişdi, deyir ki, yəni niyə təkcə mənim dayım oldu. İndi o yerdə qalan dayısı da yoxdur ki, yəni ondan təsəlli tapsın. Siz əslində necədir? Elə bil ki, mənim də dayım olmayıb. İndi uşağımın da dayısı olmadı. Biraz çətindir, amma yəni mənim dayım heç kim bilmir də. Yəni mən özüm də bilmirəm. Dayım olubdu, rəhmətə gedibdi. Amma ən azından oğlumun şansı odur ki, dayısı şəhid olubdu. Məsəl üçün, mən unutmuşam, bizimkilər unudub da, yəni dayılarımızı bilmirik, heç çox məlumatımız da yoxdur. Amma mənim oğlum həmişə dayısı haqqında biləcək, görəcək, şəkillərin adına küçə var, məktəb adları, yəni bulaq. Yəni həmişə fəxr eləməyə yeri var ki, onun dayısı şəhid olubdu. Onsuz da bir gün hansısa yolla hamımız bu dünyadan köçüb gedəcəyik. Yəni maksimum öz uşaqlarımız, uşaqdan sonra nəvəmiz gəlib bizi ziyarət edəcək. Sonra unudulub gedəcəyik. Amma indi Səbuhi şəhid olanda biz şəhidlər xiyabanına gedirik də. Orada 92-də şəhidləri var. Yəni biz gedəndə tək Səbuhini ziyarət eləmirik. Onları da ziyarət edirik. 50 ildən sonra da yenə şəhidlər xiyabanına gediləcək. 92-də şəhidləri ziyarət olunacaq, 2000-in də, 2020-in də. Yəni deməyim odur ki,
bir gün hamının dayısı bu dünyadan köçəcək. Amma mənim oğlumun dayısı əbədi olaraq hamının qəlbində yaşayacaq. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Şəhid Əsədov Səbuhinin bacısı, ortancıl bacısı Babayeva Məlahətəm. Qardaşınızla bağlı ən yadda qalan xatirələriniz hansılardır? Səbuhi ilə bağlı xatirələrim odur ki, Səbuhi bizim son beşiyimiz olubdu. Yəni biz böyük olmuşuq da ondan da. Səbuhi ilə mənim aramda 8 yaş fərq olubdu. Elə bir ki, bir körpə uşaq kimi mən onu böyütmüşəm də. Çox gözəl xatirələrim olub. Yəni heç vaxt incidən qardaş olmayıbdı. Sözə qulaq asan uşaq olubdu. Bir dediyimizi iki eləməyibdi. Biz tez ailə qurmuşuq. Haçan ehtiyacım olanda, məsəl üçün, hər an yanımda olubdu. Körpəliyinə olan bir xatirəni deyim. Yəni həmişə yatanda mən gedib dayanırdım 15 ilin yanında. Gözləyirdim ki, yuxudan dursun, mən onu tez sevim də. Yəni tələsirdim də, çünki bir dənə idi deyə sevimlimiz o idi da. Həm də balaca idi, ən gecə olmuşdu uşaqlardan. İndi ancaq gedirəm, otururam orada məzar daşında, nə qədər gözləyirəm, bəlkə dursun, bəlkə oyansın. Baxıram ki, yox, mənə səs vermir. Səbuhi məktəb vaxtında müəllimlərinin sevimlisi olubdu. Şagirdlərin içində fərqlənən uşaq olubdu. Məktəbdə bayraqdar olubdu. Yəni hər hansı bir hərbi tədbirdə bayrağı ilk önündə aparanı olubdu. Hərbi müəllim özü dəfələrlə müsahibə verəndə çəkilişlərdə bildirirdi ki, hərbi paradlar olanda Səbuhi həmişə deyirdi ki, müəllim bayrağı mənə verin, bayrağı mən aparacam. Yəni çox bayrağını, vətənini, millətini sevən uşaq olubdu. Əvvəldən də paylaşdığı bəzi platformalarda paylaşdığı videolar var. Baxırsan ki, ancaq vətənpərvər hissi ilə paylaşdığı videolarda, məsəl üçün, sonradan bizim qabağımıza çıxıbdı orada. Kimsə ona sual verir ki, əlində bu dəqiqə fürsət olsa neyniyərsən? Yazıb ki, əlimdə bu dəqiqə fürsət olsa Qarabağın düz ortasında Azərbaycan bayrağını ucaldaram. Elə oldu ki, Səbuhi biraz əskərlik gec oldu, yəni gec gedəsi oldu, 1-2 il. Səhv eləmirəmsə, anam bayaq qeyd elədi danışığında. Onun əskərlik sənədi gələndə, çağırış vərəqəsi gələndə mən ona baxdım, dedim ki, ay Səbuhi, bəlkə getməyəsən, evin bir dənə oğlusan. Nə istəmirdim də gedim. Nəsə belə, məndə bir pis bir xüsusiyyət var. Elə bir ki, mənim ürəyimə gələn ağlıma gəlir. Həmişə ağlıma gələn başıma gəlir ki, o həyat yolunda mənim qarşıma çıxır. Nəsə ürəyimə damdı ki, bu Səbuhi getsə qayıtmayacaq da, bizim təzədən aramıza da. Dedim, qaqaq, bəlkə getməyəsən. İndi mən danışıram, bəlkə ola bilər bizə qulaq asanlara biraz nəsə başqa bir təxəyyül versin ki, bəlkə də özümdən deyil, amma əsla bu belə deyil də. Çünki özüm də əvvəl elə fikirləşmişdim. Dedim, bəlkə getməyəsən da. Dedi ki, yox, bacı, nə danışırsan? Bəlkə getdim, şəhid oldum. İnans, bunu deyəndə bir anlıq belə duruxsundum, belə qoluna zarafatca vurdum ki, sən evin bir dənə oğlusan, necə getdim, şəhid oldum. Sənin borcunu ki, özünü qoyub təzədən qayıdasan bizim yanımıza da. Həmin vaxtı gülümsündü. Sonra elə oldu ki, getdi, məzuniyyət vaxtı gəldi. Onda dedim ki, yəqin, heç nə olmaz da ona bu həyatda da. Artıq gedib gəlibdi. Qardaşınızla müharibə vaxtı danışırdınızmı? Sizə nələr deyirdi? Demək ki, olar ki, qardaşımla bir dənə mən danışa bilməmişəm. Yəni, bir dənə mənə qismət olmayıbdı müharibə vaxtı danışmaq. Ancaq məndən başqa bütün ailə üzvlərim danışıbdı. Ayın 3-ü zəng eləyibdi, oktyabrın 3-ü. Ağır döyüşlərdən çıxıblar. Həmin vaxtı zəng eləyibdi, atamgillə əlaqə saxlayıbdı. Çox atamgilin dediyinə istinadıb mən deyirəm. Çox belə əhval-ruhiyyəli bir şəkildə danışıb onlarla. Çünki artıq qəlibə çalıb qayıtmışdılar da. Suqovuşanın alınma tarixinə təsadüf eləyib bu zəngi. Zəng edib, deyib ki, bəs ata narahat olmayın, bizdə hər şey yaxşıdır. Ancaq mənim atamgil onun müharibədə olduğunu qətiyyən bilməyiblər da. Atam ona dolayısı yolundan sual verib ki, sən mığdasan, yoxsa tırdasan. Atam onu başqa cür, çünki Səbuhinin əskərliyi Mingəçevirdə idi. Atam o məqsədlə bildirib ki, sən Mingəçevirdəsən, yoxsa Tərtərdəsən. Dolayısıyla belə deyibdi. O da deyib ki, atam mığdıyam. Yəni, biz elə bilirdik ki, o Mingəçevirdə. O şəhid olub, şəhid xəbəri gələn günə kimi biz elə bilmişik ki, Səbuhi Mingəçevirdədir.
Ancaq qətiyyən danışanda hiss elətdirməyib ki, mən müharibədəyəm, müharibədə olduğunu hiss eləməmişik. Həyatda elə insanlar var ki, onlar əvəz olunmur da bu həyatda. Yəni Səbuhi də mənim üçün əvəz olunmaz bir varlıq idi bu həyatda. Mən həyatımı elə bir ki, 2 hissəyə bölürəm da. Səbuhili illərim, bir də səbuhisiz illərim. İndi səbuhili illərimə, səbuhisiz illərim həsrət çəkir. Yəni mənim həyatda bəlkə də bir dənə şansım olsaydı, yeganə bir şansım olsaydı, deyilsəydi ki, həyatda sənə bir dənə şans verirəm, bir dənə onu bu həyata qaytarmağı seçərdim. Çünki o mənim üçün elə bir varlıq olubdu ki, yəni onu bu dəqiqə ailəliyik, üzr istəyirəm, hamısının övladı var da. Yəni onu heç kim əvəz eləyə bilmir. Onun yerinə qoyub deyə bilmirəm ki, bu insan mənim Səbuhini əvəz eləyir. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Əsədova Sona Azər qızı, Şəhid Səbuhi Əsədovun kiçik bacısıyam. Qardaşınızla necə bir uşaqlıq keçirdi? Sizə gələcək planları, məqsədləri haqqında nələr deyirdi? Qardaşım haqqında uşaqlıqdan belə xatirələr danışa bilərəm ki, balaca uşaq idik, həyətdə oynayırdıq nənəmgildə. Nənəm bizə indi uşaqlara adətən nə sual verir ki, siz böyüyəndə nə olmaq istəyirsiniz? Biz hamımız bir peşə adı dedik ki, olmaq istəyir. Qayıt dedi ki, mən böyüyəndə şəhid olmaq istəyirəm. Hardasa 5 yaşı olardı. Nənəm də ona qayıt dedi ki, sən atavın bir oğlusan da, heç vaxt elə niyyət eləmə. İnsanın niyyəti haradsa, mənzildə elə oldu. Elə uşaqlıqdan o fikir həmişə mənim beynimdə canlanırdı da. Həmişə o qorxu içində var idi ki, ona gedər nəsə olar. Yəni uşaqlıqdan o hiss eləyirdi ki, böyüyəndə şəhid olacaq. Bəlkə də heç 5 yaşında ki, heç bir uşaq şəhidliyin nə olduğunu dərk eləmir. Bəlkə də onu əsgər mənasında, yasa başqa bir mənada deyirdi, amma fakt bunu ona dedizdirən var idi. Fakt 5 yaşında uşaq dedi ki, mən böyüyəndə şəhid olacağam. Qardaşınızla müharibə vaxtında danışa bilmişdinizmi? Əhval-ruhiyyəsi necə idi? Mən qardaşım müharibədə olan zaman mənim özür istəyirəm, kiçik evladım, oğlum dünyaya gəlmişdi. Bu da onu orada bilibdi. Onda özünün orada konfetləri varmış. Uşaqlara bir şirinlik kimi paylayıbdı ki, mən dayı olmuşam. Uşaq təzə anda olanda biz danışdıq ondan, sonuncu dəfə danışdıq, heç bilmirdi. 3 oktyabrda biz danışmışıq ondan sonuncu dəfə danışanda. Mən hiss eləyirdim ki, o yəni rahat yerdə deyil də. Çünki insan danışığından, o nə qədər bildirməməyə çalışsa da biz hamımız bilirdik, amma mama demirdi ki, yəni o müharibədədir. Amma o elə bilirdi ki, o elə Mingəçevirdə öz hərbi çastindadır. Ayın 7-si gecə mən yuxuda yatdım, gördüm ki, kuxna mətbəxdə dayanmışam. Qəribə bir varlıq var. O mənim belə necə deyim sizə, ayağıma yapışır da, belə çox qəribə bir varlıqdır da. Yəni mən onu təsəvvür belə eləyə bilmərəm. Nəsə yuxumu çox qarışdırdım. Sonra gördüm ki, bir dənə səhralıqdır. Səhralıqda gedirəm, getdiyim yerdə o üzü dağa çıxır. Dağa çıxır, məni görür, qayıdır, gəlir, başımdan öpür, əlini çiyninə atır. Sonra məndən uzaqlaşır, gedir. Səhər yuxudan ayıldım. Xalam qızını zəng etdi, mama gildə qalırdım da. Dedim ki, bugün imamların 40-ıdır, gəl halva çalaq valiyaq. O da dedi ki, biri dedi bu gün deyil. Nəsə dedim ki, yox, dedi sabah eləyərik. Dedim ki, yox, nəsə bu gün istəyirəm ki, bu günlərim halva valiyaq. Nəsə gəldi elədi. Özüm öz əlimdən 7 qapıya halva dağıtmışam da. Mən o halvanı biz eləyib dağıdamamışıq. Mənim qardaşım şəhid olubdu. İmamların 40 günü. Yuxuda da gördüklərim real oldu da. Yəni mən onu hiss eləyirdim. Bir neçə müddət əvvəldən hamıya deyirdim ki, nəsə bir şey olacaq. Mən gözüm telefonlarda, zənglərdə qalmış. Tam yedirdim ki, nəsə olacaq, nəsə bir xəbər gələcək də. İnsan ən yaxınını itirəndə mənə elə gəlir ki, onu əvvəlcədən özü hiss eləməyə bacarır. Şəhidin Səsi proqramının bugünkü buraxılışında vətən uğrunda canından keçmiş igidimizin Əsədov Səbuhinin həyat yolu ilə tanış olduq. Bugün belə qəhrəmanlarımız sayəsində torpaqlarımız azaddır. Onun adı cəsur döyüşçü, Suqovuşan uğrunda və vətən uğrunda medalları ilə bununla yanaşı 3-cü dərəcəli vətən xidmət ordeni ilə əbədiləşdirilmişdir. Şəhidimizin ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Növbəti buraxılışımızda başqa bir şəhidimizin həyat yoluna işıq salmaq ümidi ilə sağ olun.